Hə, daha sonra buradan da bir neçə nüanslara toxunum. Sonra keçid eləyəcəyik mərhələlərinə. Piagetə görə uşaqlara öyrənməni özləri həyata keçirsinlər deyə mümkün olan hər bir imkanı yaratmaq lazımdır. Yəni Piaget dedikdə bir də təkrarlayaq. Piagetin mahiyyəti nə oldu? Uşaqlar özləri hər şeyi özləri etsinlər, özləri həyata keçirsinlər, özləri araşdırsınlar, özləri tapsınlar, müstəqil öyrənsinlər. Yəni bir növ dəstək, burada dəstək yoxdur. Bax, bircə deyim sizə. Bax onu bilin ki, burada dəstək yoxdur, yox. Bax, X yadınızda saxlayın. Çünki testlərdə var, Piagetdə dəstək yoxdur. Uşaq özü sadəcə Piaget deyir ki, valideynlərin də, müəllimlərin də mahiyyəti bilirsiniz nədir? Əsas məsələ uşağın həvəsini artırmaq. Sən ona birazca ipucu versən, uşaq özü motivasiyalı olacaq. Yəni burada əsas məsələ budur. Şagirdə biraz ipucu ver, həvəs yarat, marağını oyat. Sənin rolun budur bir müəllim olaraq. Daha sonra uşağa burax və ona şərait yarat. Bax deyir ki, ona şərait yarat ki, özü öyrənsin. Sadəcə müəllimin əsas məqsədi ona imkan yaratmaqdır, mühit yaratmaqdır və mühit yaradandan sonra sən ona həvəs. Müəllimin rolu nə oldu? Motivasiya yaratmaq, uşağın daxili motivasiyasını biraz oyatmalısan da, dedim axı o qığılcımı yaratmalısan ki, özü o yola düşə bilsin və ona imkan yaratmalısan. Mühit yaratmalısan da bir növlə ki, uşaq özü araşdırıb öyrənə bilsin. Məsələnə baxaq, əgər şagird nəyisə yetişmə prosesi ilə maraqlanırsa, tutalım ki, sadə bir şey deyim, bir meyvənin, bir ağacın, bir bitkinin yetişməsi prosesi ilə maraqlanırsa, yəni uşağa maraqlı gəlir ki, görüm ağac nətər yetişir məsəl üçün. Müəllimin ona bu bitkinin yetişməsi haqqında şəkilli kitabdan məlumat oxuması onda sadəcə ilkin məlumat oyadacaq. Deyir ki, müəllimin ona bitkinin yetişməsi üçün ancaq kitabdan məsəl üçün məlumat verir də, düzdürmü? Kitabdan məlumat verir ki, filan şeyi get oxu. Sadəcə uşaq haqqında bilik yaranacaq. Yəni burada uşaq heç bir müstəqil iş görməyəcək. Tutalım ki, deyirəm ki, get məsəl üçün kitabdan aç filan şəkillə bax, ağac belə yetişir. Yəni şəkildə göstərirəm bunu. O uşağın marağını və öyrənməsini təmin eləməyəcək Piagetə görə. Sadəcə uşaq haqqında bir məlumat yaradacaq. Yəni sadə öyrənmə olacaq. Lakin uşağın özünün məktəbin bağçasında bax yeri belləmək praktika var burada. Sulamaq, müşahidə etmək, bir sözlə bitki yetişdirmək təcrübəsi olarsa, o kitabdan şəkillərdən əlavə edə bilmədiyi biliyi burada ala biləcək. Bax, sadə bir şey deyim sizə, nümunə. Bax, uşaq məsəl üçün yemək bişirməklə maraqlanır. Öz övladınız olsun, məsəl üçün, öz bacınız və ya qardaşınız olsun, nə bilim, ailə üzvləriniz olsun və elə özünüz olun. Məsəl üçün, maraqlanırsınız ki, yeməyi mən necə bişirə bilərəm, məsəl üçün, filan yeməyi necə bişirə bilərəm. Siz də neyinirsiniz? Açırsınız, nə bilim, YouTube'dan, lap şəkillərə baxırsınız ki, hə, yeməyi filan bişirdi. İnanın ki, mən ora baxanda daha çox belə deyim də, praktik heç nə eləmirəm də, mənim üçün tam mənimsəyə bilmirəm onu. YouTube'dan baxıram, məsəl üçün, sadəcə bilik qazanıram. Hə, filan şeyi gördüm, belə elədilər, fiso, qutardı, getdi. Tam öyrənmə tutmur, tam öyrənmə baş tutmur. Amma o işi özüm eləyəndə, özüm onun yağın, duzun, məsəl üçün deyirəm da, özüm onları eləyəndə artıq məndə öyrənmə daha yaxşı olur. Nəinki şəkilə və kitaba baxmaq. Burada da onun nüansa toxunur ki, onu məsələ gətirir ki, uşağa bir o var deyirsən ki, hə, at biologiya, təbiət kitabında şəkil necə, bitki necə yetişdirilir. Məsələn, bir gül əkmək, bir ağac əkmək, heç nə şəkillərə baxır ardıcılıqla. Orada məlumata sahib olur. Amma uşaq özü o işi icra edəndə daha yaxşı mənimsəyir. Gəlin bir də xatırlayaq. Piaget'in mahiyyəti nə oldu? Uşaq özü araşdırsın, özü müstəqil öyrənsin, o işi hətta özü icra eləsin, kiminsə dəstəyi olmadan, bu açar sözləri yazın ora. Müstəqil öyrənmə var. Müəllimin rolu nədir burada? Müəllimin rolu nə oldu? Müəllimin rolu o oldu ki,
Şagird neynəməlidir? Özü neynəməlidir şagird? Müəllimin rolu nə oldu burada? Şagirdə yol göstərməlidir ki, özün elə müstəqil öyrənməsinə imkan yaratmalıdır. O mühiti, məsəl üçün, bax bu ağacın belləməsi mühiti müəllim yaratmalıdır. Elə bir fəaliyyəti müəllim qurmalıdır, icrasını şagird eləməlidir. Və bir də uşağın motivasiyasını artırmalıdır. Ona marağını bir qırıq içində o qığılcımı artırmalıdır ki, alovu şagird özü yaratsın sanki. Bax, budur Piaget'in məsələsi. Belə. Sonra, burada mən əsas məsələ sizə Piaget belə deyək də mərhələlərini danışmaq istəyirəm. Əsas məsələ bu Piaget'in elə mərhələləridir. Deyir ki, burada bir şey var, ona da toxunaq. Bir nüans var. Deyir, Piaget'in nəzəriyyəsi müəllimin ənənəvi informasiya vermək obrazını dəyişərək onun imicini uşaqlarda tədqiqat marağını oyadan, onların suallara özlərinin cavab tapmasını dəstəkləyən kimi müəyyən edir. Yəni deyir ki, Piaget ənənəvi mühitdən əlavə olaraq, ənənəvi mühit nədir? Köhnə mühit. Ənənəvi mühit əvvəlki mühitdir. Müəllim mərkəzli mühitdir. Amma deyir, ondan fərqli olaraq uşaqda maraq oyatmaq, ondan sonra sualları uşağın özünün cavab tapmasını dəstəkləmək kimi başa düşülür. Kifayət eləyir bu hissə. Hə, və bu hissəyə diqqət yetirin. O inanırdı ki, bütün uşaqlar düşünmə qabiliyyətlərinin inkişafı zamanı eyni mərhələlərdən keçir. Bəli. İndi bunu izah eləyəcəm mən sizə. İnkişafın hansı mərhələsinin konkret, hansı yaşda getməsi isə uşaqdan uşağa dəyişə bilər. Bax, bu hissələrə çox diqqət etməlisiniz. İndi deyəcəm. Bax, Piaget 4 mərhələdən ibarətdir. Yəni deyir ki, uşaqların düşünməsi həmin bu 4 mərhələdən ibarətdir. İndi necə? Baxaq. Deyir ki, o inanırdı ki, bütün uşaqlar düşünmə qabiliyyətlərinin inkişafı zamanı eyni mərhələlərdən keçir. Həmin bu 4 mərhələlərdən keçir. İndi deyir ki, hər bir uşaq doğulduğu andan ta inkişaf etdiyi ana qədər həmin bu eyni mərhələ, bax bu 4 mərhələ deməkdir. Həmin bu 4 mərhələdən keçir. Yəni uşağın düşünməsi, zehninin inkişaf eləməsi hamıda, bir nəfərdə yox. Hər birində bu 4 mərhələdə, yəni eyni səviyyədə baş verir. Hər bir şəxs, hər bir belə deyək də uşaq doğulduğu andan inkişaf elədiyi ana qədər bu 4 mərhələdən keçir. Amma çünki uşaqların bilirsiniz də inkişafı eyni deyil. Uşaq var ki 3 yaşında dil açır. Uşaq var ki 2 yaşında dil açır. Uşaq var ki 1 yaşında dil açır. Uşaq var ki 5 yaşında ayağa qalxıb gəzir. Amma uşaq var ki 1 yaşından etibarən gəzir. İndi burada bu qara hərflərlə mənasını izah eləmək üçün dedim o situasiyanı. Deyir, inkişafın hansı mərhələsinin konkret yaşda, konkret hansı yaşda getməsi isə uşaqdan uşağa dəyişə bilər. Uşaq var ki, 1 yaşında dediyim kimi zəif inkişaf eləyir. Amma 3 yaşında artıq uşaq danışır və gəzir. Uşaq var ki, 1 yaşında danışır, gəzir. Hamısı həmin bu 4 mərhələdən keçir. Amma səviyyə baxımından, inkişafı baxımından fərqlidir. Uşaqdan uşağa dəyişə bilər. İndi gəlin ona bir nüansa toxunaq. Piaget zehni inkişafı uşaqların körpəlikdən yetkinliyə qədər, bayaq dediyim kimi, yetkinliyə qədər dövrdə düşünmə və problem həll etmə bacarıqlarındakı keyfiyyət dəyişikliyi kimi təsvir edir. O, zehni inkişafın 4 mərhələsini müəyyən etmişdir. Yəni, insanın zehninin inkişaf eləməsi fərqi yoxdur. Bu sizdə də, məndə də, Əlisində də, Vəlisində də 4 mərhələdən keçir. Hamımızda zehnimizin inkişaf eləməsi sırf bu 4 mərhələdən asılıdır. Doğrudan da elə Piaget düz deyir, amma bəzi alimlər bunu təsdiqləmir. Amma təsdiqlənməli mərhələləri çoxdur.
Hansıdır o 4 mərhələlər? 1. Hissi hərəki, 2. İlkin əməli, 3. Konkret əməli, 4 formal əməli mərhələsi. Deməli, Piaget deyir ki, hər bir şagirdin zehni inkişafı bu 4 mərhələdən keçir. Fərqi yoxdur. Sənin də, mənim də, o birisinin də, qeyrisinin də, hamısının da. Amma uşaqdan uşağa dəyişir. Uşaq olar ki, bu mərhələdə zəif inkişaf eləyə bilər. Uşaq olar ki, bu mərhələdə yaxşı inkişaf eləyə bilər. Məsəl üçün, bu mərhələnin əsas mahiyyəti körpəlik dövrüdür. İndi bunları izah edəcəm. Bu mərhələnin əsas mərhələdə, ilkin əməl mərhələsində uşağın 2-7 yaş arasıdır. Dil açma prosesi gedir. Uşaq var ki, 7 yaşı var belə dil aça bilmir. Görürsən ki, 8 yaşında dil açır. Bəli, elə hadisələr olub. Uşaq var ki, 5 yaşında dil aça bilmir. Yəni, uşaq var ki, amma 1 yaşında dil açıb, 2 yaşında. Yəni, fərqlidir. Hamı bu mərhələdən keçir. Diqqətli olun. Amma inkişaf prosesi fərqlidir. Gəlin, baxaq. Deməli, belə bir cədvəl var. Bu cədvələ baxa bilərsiniz. Yaş və onun mərhələləri. 4 mərhələ. Buna da yaş mərhələ. Yaş mərhələsi də deyirlər. Zehni inkişafdır da nəzəriyyəmizin adı. Deməli, doğulandan 2 yaşa qədər. Yəni, buna deyirlər, bir dəqiqə, üzr istəyirəm, 0-2 yaş. Buna nə deyirlər? Hissi hərəki. İzah eləyəcəm. Ümumi olaraq fikrimizi formalaşdıraq. Hissi hərəki mərhələsi. Neçə yaş oldu? 0-2 yaş arası. Bu mərhələdə uşağın nə inkişaf eləyir? Uşaq əşyaları manipulyasiya eləyir. Artıq əşyaların var olduğunu bilir. Hisslərlə öyrənir. İzah eləyəcəm bunları, amma sadəcə bunlara diqqət yetirin. 2-7 yaş arası. İlkin əməli mərhələsi. Uşaq burada artıq dil açır. İzah eləyəcəm onları da. 7, 11 və ya 12 yaş mərhələsi. Konkret əməli. Artıq burada uşağın beyni özünə gəlir. Məntiqi inkişaf edir. Çox şeyi dərk eləməyə başlayır. Gəlir 11 və ya 12 və ya daha yuxarı yaş. Daha burada xüsusi məhdudiyyət yoxdur da. Məsələn, digərlərində gördünüz 2-dən 7-yə qədər, 0-dan 2-yə qədər, 7-dən 11-ə 12-yə qədər. Artıq bu sonuncu mərhələdə, 4-cü mərhələ, buna formal əməli mərhələsi deyirlər. Artıq bu mərhələ daha, yəni 12 yaşdan, 11 yaşdan yuxarı bütün uşaqlar bu mərhələyə daxildir. Hətta mən belə bu mərhələyə daxiləm. Yəni, yaşı yuxarı olan şəxslər də. Yəni, burada məhdudiyyət yoxdur. Sadəcə 12 yaşdan yuxarı tam beyni inkişaf edən formal əməli sayılır. Gəlin, bu mərhələlərə diqqət yetirək. Burada belə bir gözəl şəkil var. Yaxşı bir şəkildir. Baxın, birinci nə görürsünüz? Çağalıq dövrü. Uşaq hələ çağadır burada. Artıq o neçə yaş idi? 0-2 yaş mərhələsidir bu. Artıq burada uşaq 0-2 çağadır burada artıq. Görürsünüz? Məntiqlə fikirləşin ay müəllimlər. Bu yaşda uşaqlar maksimum nəyi anlaya bilər ki? Çox şey heç demək olar ki, bilmir. Heç ümumiyyətlə əşyaların var olduğunu bilmir. Ümumiyyətlə heç nəyi bilmir. Bu dövr çağalıq dövrüdür. Deyirik körpəlik dövrü. Bu neçə yaş arası idi? 2-7 yaş arası. Burada analiz eləməyə başlayır. Filan şey niyə var? Dil açır. Filan şey niyə görə var? Məntiqi inkişaf eləyir artıq. Fikir vermişsiniz, o yaşda olan uşaqlar, 2-7 yaşda olan uşaqlar adama çox suallar verirlər. Filan şey niyə belə oldu? Biz niyə belə eləyirik? Filan yeri, bu əşya niyə belədir? Biz bundan niyə istifadə eləyirik? Ancaq sual verirlər. Əgər sual verirlərsə, valideynlər, qorxmayın, o uşaqlar inkişaf eləməyə başlayır. Hiperaktiv uşaq sayılmır. Verməlidir. Əgər sual vermirsə, ondan qorxmalısınız. 2-7 yaş arası uşaqlar, belə deyək də, artıq hər şeyi dərk eləmək istəyirlər. Dərk eləmirlər, amma dərk eləməyə çalışırlar. Sonra gəldik 7, 11 yaş və ya 12.
Bu mərhələdə isə uşaqlar konkret əməli mərhələsi formalaşır. Artıq burada uşaq hər şeyi başa düşür və artıq fikir uyğunlaşdırır, özündən fikir səsləndirir, beyni inkişaf eləyir. Bu isə bizik. Yəni 12 yaşdan daha üst səviyyə. Məsəl üçün, bu artıq bizi, burada artıq uşaq, məsəl üçün, 11-ci sinifin uşağı da nümunə çəkə bilərik, 15 yaşlı uşağı da nümunə çəkə bilərik, 20 yaşlı adamı da nümunə çəkə bilərik, 18 yaşlı da. Artıq burada uşaq tam inkişaf eləmiş olur. Gəlin indi bu mərhələləri daha analiz edək. Deməli, dedik ki, başlayaq. Əsas məsələ müəllimlər. Proses buradan da başlayır. Məsələ budur. Deməli, deyir ki, hissi ərəki mərhələ. Baxın, dediyim kimi, bu mərhələ uşaqlıq dövrüdür. Şəkillərə mütləq diqqət yetirin. Hissi ərəki 0-2 yaş. Yəni, 0-2 yaşlı uşağın maksimum nəyi bilə bilər? Məntiqlə fikirləşin. Gəlin görək, bu uşaqlar bu yaş arasında hansı dönəmləri yaşayırlar. Piagetə görə doğulandan 2 yaşa qədər körpələrin baş verənlərə reaksiyası əvvəlcə ancaq refleksiv və düşünmə olmadan baş verir. Yəni, refleksiv nədir? Uşaq heç nəyə reaksiya vermir, düşünmə olmadan baş verir. Yəni, burada uşağın düşünməsi yoxdur. Yəni, bildiyimiz çağadır da, yəni körpədir. Düşünmə yoxdur burada. Heç bir düşünmə yoxdur. Bəli. Bu reaksiyalar məqsədyönlü xarakter aldıqda artıq intellekt formalaşmağa başlayır. Bu artıq uşaqların burada yavaş-yavaş 2 yaşa doğru uşaqlar, məsəl üçün fikir vermisiniz, 2 yaşa qədər olan uşaqlar it görəndə, əşya görəndə, nə bilim, pişik görəndə necə istəyirlər, əl uzadırlar ki, xoşlarına gəlir, axı başa düşürlər. Onların diqqətini çəkir artıq elə şeylər. Deyir ki, bu reaksiyalar məqsədyönlü xarakter aldıqda artıq intellekt formalaşmağa başlayır. Məsələnə gəlin baxaq. İlk vaxtlarda uşaq zinqrovla oynayarkən, zinqrov əşyadır, zinqrovlu səsi çıxan əşyalar olur, oynayarkən çıxarılan səsə heyrətlə reaksiya verir. Bəli, fikir vermisinizsə, həqiqətən bu yaşda olan uşaqlar o saatı reaksiya verirlər, çönüb baxırlar, düzdürmü? Daha sonra isə ondan müəyyən məqsədlər üçün istifadə edirlər. Məsəl üçün, oyun oynamaq üçün, məsəl üçün, zinqrovlu əşyalar olur, içində o şeyləri olur, nə bilim, səs çıxardır. Oyun məqsədi ilə baxırlar və ya səs eləmək üçün ondan istifadə edirlər, əllərində onu titrətdirirlər. Sonra Piaget zehni inkişafın bu mərhələsini hissi hərəki adlandırır. Bəli, hissi hərəki. Bax, uşaq hiss eləyir və onu hərəkətə çevirir. 0-2 yaş olan uşaqlar adi bir əşyanın səsini çıxardanda çönür, sənə refleks eləyir. Baxır və onu sonra özü istifadə eləyir, hərəkətə çevirir, özü hərəkət elətdirir, özü belə deyək də göstərir. Baxmısınız, fikir vermisiniz, elə yaşda olan uşaqlar əşyanı hərəkət elətdirirlər, diqqət çəkmək üçün, kimsə ona baxsın. Bəli, bunu hiss hərəki, yadınızda saxlayın, adlandırır. Bu mərhələdə uşağın dünyanı dərk etməsi, onun hissi, qavrayışı və hərəkəti fəaliyyəti ilə məhdudlaşır. Yəni, nə deməkdir? Yəni, bu uşağın nə hissiyyatı var, nə hərəki qabiliyyəti var, yəni məhdudlaşır da. Başqa sözlə desək, dünyanı öz hiss və hərəkəti çərçivəsində qavraya bilirlər. Təbii ki, bu yaşda olan uşağın öz dünyası var da, yəni uzağı nəyi fikirləşə bilər ki, yəni bu həyatda elə yəni dərk eləmir axı. Yəni deyir ki, başqa sözlə desək, dünyanı öz hiss və hərəkətləri çərçivəsində qavraya bilirlər. Yəni onların öz hissləri, öz düşüncələri 2 yaşlı uşağın düşüncəsi ilə böyük uşağın düşüncəsi bir deyil axı. Məsəl üçün biz adi heyvan görəndə, yəni elə çox ona fikir vermirik, amma o elə uşaqlar, o yaşlı uşaqlar çox reaksiya verirlər, xoşlarına gəlir, baxırlar. Deməli, birinci mərhələnin sonuna doğru uşaqlarda əşyaların davamlılığı, artıq bax fikir verin, sizə bir şey deyim.
Bu mərhələdə uşaqlar 2 yaşa doğru gedəndə bax diqqətli olun, bəlkə də görmüsüz. Bu mərhələdə olan uşaqlar 2 yaşa doğru gedəndə, yəni sonlarına doğru uşaqlarda əşya davamlılığı yaranır. Deyim niyə? Bax fikir vermisiniz? Adi telefonu uşağın əlinə verirsən ki, al oynat. Sən onu onun əlindən alanda ağlayır, başlayır qışqırmağa. Ver istəyirəm. Yəni istəyir. Əşya davamlılığı. Adi bir məsəl üçün nəsə bir şey telefon deyim də, çünki indiki uşaqların meyli daha çox telefonlaradır. Heç oyuncaqla elə çox oynamırlar. Nəsə bir adi əşyanı alırlar əlinə, sakitləşdirmək üçün verirsən də uşağa. Əşyanı, telefon verirsən, o saat ağlayırlar, yenə istəyirlər, əlindən alan kimi yenə istəyirlər. Bu, 2 yaşa doğru, bax, özü də deyir ki, burada sonlarına doğru gedəndə. Bəli, sonlarına doğru, çünki uşağın artıq qavraması inkişaf eləyir. Artıq uşaq başa düşür ki, əşyalar var. Bax, 0-2 yaşda olan uşaqlar fəaliyyətin, yəni yaşın sonlarına doğru, yəni 2 yaşa doğru gedəndə uşaqlarda davamlılıq yaradır. Əşyanı geri istəyirlər. Bu o deməkdir ki, uşaqlar əşyaları görmədikləri vaxtda da mövcud olduğunu başa düşməyə başlayırlar. Bax, sizə bir şey deyim. Bax, 5-6 aylıq uşağı məsəl üçün nümunə çəkək də, körpə uşağı nümunə çəkək. O uşağa əşyanı verən, əlindən alanda, yəni geri İstəmir. Çünki nəyə görə? Çünki uşaq yəni başa düşmür ki, əşya var, o oyuncaq var. Onun var olduğunu bilmir də, sanki bir xəyal kimi onu düşünür. Amma sonlarına doğru gedəndə fikir verirsiniz, niyə uşaq o əşyanı geri istəyir? Çünki bilir ki, daha o var olduğunu bilir. Bilir ki, bu əşya var, ona görə onu istəyir. Var olduğunu, mövcud olduğunu artıq anlamağa başlayır. Aydındır? Bax, deyir ki, bu onların inkişafında vacib bir məsələdir. Həqiqətən, bəzən biz tıncıxırıq, deyirik, ay uşaq istəməsin, onu istəməsin. Amma istəməlidir. Çünki bu uşaq inkişaf eləyir. Yaxşı bir haldır bu. Deməli, sonra bunu dedik. Məsələn, bir nüans çəkək. Diqqətlə müşahidə etsək, görə bilər ki, 8-9 aylığına qədər körpələr əllərindən saldıqları əşyanı unudurlar. İstəmirlər, bir də ona çönüb baxmırlar. Həqiqətən bu belədir. Çünki bir şey onların gözündən itən kimi ağıllarından da rahatlıqla çıxır. Bəli. Lakin 9-10 aylığında başlayaraq əllərindən düşən qaşıq, oyuncaq və s. hər hansısa bir şeyə geri baxırlar, boylanıb baxırlar, yerə düşür, əyilir, baxır. Niyə görə? Çünki bilir ki, artıq yavaş-yavaş var olur bu uşaq. Yavaş-yavaş beyni formalaşır. Çox gözəl bir haldır bu əslində. Belə, bu belə. Sonra bir də bu hissəyə diqqət yetirməlisiniz. Bu mərhələdə olan uşaqlarda ayrılıq sindromu var, ayrılıq təşvişi var. Fikir verirsiniz, həmin bu 8-9, 2 yaşlı uşaqlar ailələrindən ayrı qala bilmirlər, anasından atasından ayrı qala bilmirlər, başqa yerdə qala bilmirlər. Niyə görə? Çünki onlar elə başa düşürlər ki, əgər anası, bax məsəl üçün uşaq tutalım ki, aldadırsan da onu, deyirsən ki, gedək, aparıram səni. Uşaq ağlayır, anasından ayrı qala bilmir. Elə başa düşür ki, çünki o yaşda uşaqlar anaya, ataya o qədər bağlı olurlar ki, sindrom yaşayırlar. Elə başa düşürlər ki, valideynləri onları buraxacaq. Bəli, uşaqlar elə hiss edirlər, elə anlayırlar ki, valideyn onu atacaq. Yəni ayrı qala bilmirlər. Yəni çox həssas olurlar o dövrdə. Ayrılıq təşvişi sindromu yaşayırlar. Buna görə də uşaqlar üçün mütləq dərəcədə elə uşaqları qorxutmaq olmaz ki, sən aparacam, belə elə. Sonra gəlir ilkin əməli mərhələsi. İlkin əməli mərhələsində deməli təxminən 2-7 yaş aralığında əhatə edən bir mərhələdir. Burada əsas əlamət dilin inkişafıdır. Yadınızda saxlayın ki, bu mərhələdə dil daha çox inkişaf eləyir. Bəli, dilin inkişafıdır. Bu mərhələdə uşaqların düşünmə üsulu böyüklərindən kəskin şəkildə fərqlənir. Bəli, dil harda inkişaf eləyir? 2-7 yaş. İndi ola bilər, deyə bilərsiniz ki, ay müəllimə, axı mənim övladım və yaxud da ki, mənim yaxınım uşağın dili 2 yaşında açmadı, axı 1 yaşında açdı. Bayaq nə demişdim?
Gəlin bura qayıdaq. Burada demişdim ki, Piaget deyir ki, hər kəs bu 4 mərhələdən keçir. Amma hamının yəni uşaqların inkişafı uşaqdan uşağa dəyişir də bu. Səviyyə eyni ola bilməz. Uşaq ola bilər ki, məsəl üçün deyir hissə hərəkətdə dil açdı, məsəl üçün hissə hərəkəti mərhələdə 2 yaşında, 1 yaşında dil açdı və ya gəzdi. Uşaq var ki, məsəl üçün 7 yaşı da var, amma hələ də dil aça bilmir. Yəni uşaqdan uşağa dəyişə bilər. Amma Piaget'in araşdırmalarına görə daha çox bir 70-80% uşaqlar 2-7 yaşında dil açırlar. Məsəl üçün mən özümü nümunə çəkim, mən hissə hərəkəti mərhələsində olmuşam, 1 yaşımda dil açmışam. Məsəl üçün mən 5-6 aylığımda, 7 aylığımda tuta gəzmişəm, iməkləmişəm. Bəli, bu həqiqətən belədir. Uşaq var, amma uşaq tanıyıram ki, 5 yaşı vardı, hələ də danışmırdı. 7 yaşı vardı, hələ də kəkələyə danışırdı. Yəni ki, dəyişkən olur da. Uşaqlar eyni deyil, amma hamımız bu mərhələdən də keçirik Piaget'ə görə. Amma burada əsas məsələ ilkin əməli. Demişdik ki, ilkin əməli mərhələsində nə baş verir? Artıq daha uşaq sual verir. Bu niyə belə oldu? Burada niyə bu belədir? Aha. Bu mərhələdə uşaqların düşünmə üsulu böyüklərindən dəyişir. Belə ki, onlarda egosentrik düşünmə baş verir. Yadınızda saxlayın ki, egosentrik o uşaqların ən naz-nazı olan vaxtı məhz elə buradadır. Egosentrik bilirsiniz nədir? Bu yaşda olan uşaqlar çox egolu olurlar. Məsəl üçün nümunə çəkək, tutalım ki, fikir vermisiniz 2-7 yaş arasında olan uşaqlar çox naz-nazı olurlar. Nə bilim, çox küsürlər. Elə bil ki, dünya ancaq bu uşaqların ətrafında dönür. Elə hiss eləyirlər. Yəni o yaşda olan uşaqlar çox egolu olurlar. Məsəl üçün yaxınlaşırsan qışqırır, mənə yaxınlaşma. Çox belə danışıqları da naz-nazıdır. Yəni egosentrik budur da, egoist. Egoist o demək deyil. Yəni egolu olurlar. Ego yaranır uşaqlarda. Yəni yalnız onlara aid şeyləri barədə düşünürlər. İndi buna baxaq. Məsəl üçün uşaq bu yaşda olan uşaqlar, bu mərhələdə olan uşaqlar məntiqi əlaqə qura bilmirlər. Yadınızda saxlayın. Çünki bu yaşda uşaq, yəni 7 yaşdan sonra uşağın həqiqətən kitabda da bu belədir ki, ümumiyyətlə məntiq 7 yaşdan sonra baş tutur. Yəni araşdırmalar belə göstərir. Amma uşaq var ki, 5 yaşı var, həqiqətən hər şeyi bilir, hər şeyi danışır, məntiqi inkişaf eləyir. Amma fərqlidir də, mərhələlər fərqlidir. Amma əksər demək olar ki, araşdırmalar göstərir ki, 7 yaşdan sonra uşağın məntiqi inkişaf eləyir. İlkin əməli 2-7 yaş arası olduğuna görə uşaq burada məntiqi əlaqəni anlamır. Bunu yadınızda saxlayın. Şuurlu şəkildə düşünə bilmir. Yəni əşyaları, ümumiyyətlə hadisəni şuuru altında, yəni o hər tərəfli inkişaf eləyə bilmir, şuurlu şəkildə düşünə bilmir, başqalarının yanaşmalarının fərqinə varmır. Bunları mütləq qeyd etməlisiniz. Bu nə deməkdir? Başqalarının fərqinə, yəni başqalarının fikirlərini qəbul eləmirlər. Məsəl üçün, bu yaşda olan uşaqlar niyə onlara dərs oxutdurmaq çox çətin olur? Çünki qəbul eləmirlər. Onlar üçün, məsəl üçün, evdəki deyilən fikirlər önəmli deyil. Yəni, onların başqa bir dünyası var. Ona görə ilkin əməli mərhələsidir bu. Çünki bütün proseslərin mərkəzində özlərini görürlər. Yadınızda saxlayın ki, bu uşaqlar yəni dünyanın mərkəzində özlərini görürlər də. Çünki 2-7 yaşlı uşaqlar belə deyək də, onların düşüncəsi hələ tam inkişaf eləmir. Həmçində onlar uca dil açır. Yəni elə bilir ki, dünyada yəni elə düşünürlər ki, yəni başqa insan yoxdur da, yəni necə deyim, bu yaşda olan uşaqlar sırf yəni onlar nazlarının çəkilməsini istəyirlər. Yəni dünya sanki bunların ətrafında dönürmüş kimi hiss eləyirlər. Egosentrizm baş verir. Məsələn, oyun və ya dərs zamanı tez-tez özlərinin düşdüyü situasiyaları, xüsusiyyətləri dilə gətirmək, deyilən hər bir şeyi özlərinin həyatları ilə bağlamaq. Onu da vurğulamaq lazımdır ki, rollu oyun baş verir. Bax, oyun burada baş verir. Oyun. Yadınızda saxlayın. Dil. Rollu oyun bilirsiniz nədir? Rola girmək. Məsəl üçün, evcik qurmaq. Ana həkim rolu. Bax, uşaqlar bu yaşda fikir vermişsiniz. Qızlar əsasən də o rola girirlər. Ya, məsəl üçün, balaca bir kuklalarını özlərinin uşaqları kimi görürlər. Məsəl üçün, mən anayam, sən uşaq.
sən mənim uşağımsan. Bax bu yaşda, bu yaşda olan uşaqlar rollu oyun rola girmək, özünü ana roluna məsəl üçün ana rolunda görür, həkim rolunda məsəl üçün həkim avadanlıqları alır, özünü həkim rolunda görür və ya oğlan uşaqları polis rolunda görür özünü. Məsəl üçün biz uşaq vaxtı oynayırdıq, polis oyunları oynayırdıq və özümüzü o rolda görürdük. O situasiyada görürdük. Bəli, rollu oyun özünü o rola qoymaq, dil burada baş verir. Yadınızda saxlayın bu hissələri. Tədris zamanı bu mərhələyə aid olan uşaqlar üçün bu xüsusiyyəti nəzərə almaq lazımdır ki, bu mərhələdə onlar baş verilənləri birbaşa öz təcrübələrinə əsasən şərh edirlər. Yadınızda saxlayın. Bu hissələrə diqqət yetirin. Məsəl üçün indi nümunə çəkəcəm ona. Burada da var. Bu mərhələdə baş verənləri uşaqlar öz təcrübələrinə əsasən şərh edirlər. Yəni hadisələri öz düşüncələrinə əsasən dilə gətirirlər. Məsələn, əgər uşaq quşun qanadlanıb uçmağını, itin hürən zaman, bax deyir, əgər uşaq quşun qanadlanıb uçmağını itin hürən zaman görsə, yəqin edəcək ki, quşun uçmağına səbəb itin hürməsidir. Məsəl üçün, əgər uşaq görür ki, quş uçursa, it də hürürsə, deməli it hürdüyünə görə quş uçur. Onun səsinə görə quş uçur. Bəli, çox məntiqsizdir həqiqətən. Amma bu mərhələdə olan uşaqlar belə hesab edirlər. Məsəl üçün, sadə bir nümunə çəkim. Tutalım ki, adi bir it hürəndə uşaq baxır ki, tutalım ki, it hürür. Məsəl üçün, necə nümunə çəkək? Çünki uşaqlar heyvanlarla çox sevirlər axı. Pişiyin, məsəl üçün, miyaldaması. Pişik miyaldayanda uşaq ona reaksiya verir, baxır. Məsəl üçün, 2-7 yaş arası uşaq. Elə bilir ki, pişik, məsəl üçün, miyaldadısa, it də hürəcək. Yəni, hər şey öz təcrübəsi. Çünki bu yaşda olan uşaqların təcrübəsi qıtdır. Yadınızda saxlayın. Bu yaşda olan uşaqların təcrübələri yoxdur. Həyatla bağlı heç bir təcrübələri yoxdur. Yəni, çox məntiqsiz əlaqələr qura bilirlər. Hətta deyir ki, ona bu barədə məlumat verilsə belə, deyirsən ki, məsəl üçün, yox da, it hürürsə, quş başqa məqsədə görə uçur. Yəni, yenə də öz fikirlərini dəyişdirmirlər. Yəni, elə başa düşürlər. Yavaş-yavaş hər şeyi uşaq görəndə, ətraf aləmi görəndə artıq fikrindən daşına bilər. Amma bu mərhələdə baş vermir. Məsəl üçün, elə bir şey var ki, sizə bir şey deyim, belə deyək də, bu mərhələdə olan uşaqlar dediyim kimi öz təcrübələrinə əsasən, yəni hər şeyə qərar verirlər. Hətta elə başa düşürlər ki, bu yaşda olan uşaqlar ən uzun adam dünyanın ən böyük adamıdır, ən yaşlı adamıdır. Bəli, çox məntiqsizdir. Dünyanın ən uzun adamı, məsəl üçün, ən yaşlı adamı kimi hesab eləyirlər. Sonra, məsəl üçün, burada belə bir şey var ki, uşaq elə düşünür ki, burada əsas məsələdə uşağın, bu yaşda olan uşaqlar saç kəsdirməkdən, bəli, əl kəsmir, məsəl üçün, uşaq saç kəsməkdən çox qorxur. Elə başa düşür ki, uşaq saç kəsiləndə, nə bilim, onların ya başı ağrıyacaq, elə düşünürlər ki, ya qollarını kəsəcəklər, ya nə bilim, nəsə onları eləyəcəklər, ya əlin kəsəcəklər. Ona görə onunla oyunlar uşaqlar üçün çox həqiqətən qorxulu gələ bilər. O yaşda uşaqlar saç kəsdirməkdən çox qorxurlar. Həmçində daha çox o yaşda olan uşaqlar saç kəsdirməyə, yəni fikir verirsiniz, ağlaya-ağlaya aparırlar. Çünki qorxurlar. Bir də oyun zamanı baş verir. Oyun əsaslı təlim sırf bax burada baş verir. Dediyim kimi, həkim, ana, evcik kimi oyunları bu yaşda inkişaf eləyir. Ondan sonra gəldik formal əməli mərhələsinə, yox, üzr istəyirəm, konkret əməli mərhələsinə. Konkret əməli mərhələsi olan uşaqlar, bu mərhələdə olan uşaqlar 7-11 yaş arası olan uşaqlardır. Bu mərhələdə olan uşaqlar artıq yavaş-yavaş hər şeyi başa düşürlər. 7-11 yaş arası uşaqlar məntiqi düşünməyə başlayırlar. Bax, sizə bir şey deyim. İlkin əməlidə məntiqi əlaqə yoxdur, amma konkret əməldə uşaq artıq, necə deyim, uşağın 7 yaşdan yuxarı, belə deyək də, demişdik ki, məntiqi düşünməsi uşağın məntiqi təfəkkürdə var idi ki, uşağın 7 yaşdan yuxarı düşünmə qabiliyyəti inkişaf eləyir, artır. Bəli, artıq uşağın məntiqi düşünməsi inkişaf eləyir. Uşaq, bir də burada belə bir nüans var ki, onlar abstrakt,
və hipotetik konseptləri anlaya bilməsələr də, konkret hadisələrlə bağlı məntiqi düşünməyi bacarırlar. Abstrakt və hipotetik düşünmə dərin düşünmədir. Abstrakt düşünmə nə deməkdir? Abstrakt, məsəl üçün, gözlə görülməyən, əllə toxunula bilməyən şeylərin var olduğunu bilməkdir. Məsəl üçün, fikir, arzu, istək, xəyal, bunlar konkret deyil də, mücərrəd anlayışlardır, düzdürmü? Biz artıq böyük insanlarıq, bilirik ki, həqiqətən fikir, biz onu gözlə görə bilməsək də, amma var da, fikir var, arzu var, istək var, məsəl üçün, xəyal var, düşüncələrimiz var. Amma abstrakt düşünmə budur. Hətta abstrakt təfəkkür deyə bir anlayış da var. Amma bu 7-11 yaş arası uşaqlar onu bilmirlər. Xəyalın nə olduğunu, yəni insan olaraq demirəm, fikrin nə olduğunu bilmirlər. Arzunun sadəcə elə boş bir arzu qururlar, xəyal qururlar beyinlərində. Məntiqi düşünürlər, amma bunları bacarmırlar. Bax, testlərdə var. Piaget bu mərhələdə uşaqların induktiv məntiqindən istifadə etdiyi müəyyənləşdirib. İnduktiv məntiq xüsusi təcrübələrə əsasən məntiqi təfəkkürün içərisində var. İnduktivi mən öz müdavimlərim üçün izah etmişəm, amma sizlər üçün də izah eləyərəm. Sonda izah eləyəcəm bunu. Sadəcə bunların mənasını bilək, ondan sonra onları da izah eləyəcəm. Bu mərhələdə olan uşaqlar əşyaların növləri arasındakı fərqlər, məsəl üçün, bax, ilkin əməlidə olan uşaqlar sarı ilə qırmızını fərqləndirə bilmirlər. Yəni, rəngləri bir-birindən ayırt eləyə bilmir. Amma konkret əməldə yaşılı, sarını, qırmızını, rəngləri ayırt eləyə bilirlər. Əşyaların fərqlərini bilirlər. Məsəl üçün, bu əşya nə üçün istifadə edilir, bu əşya nə üçün istifadə edilir. Artıq yavaş-yavaş, çünki 7-11 yaş arasıdır da, arada 10-8-9 yaş var və uşaq artıq ibtidai sinif uşaqlardır da əsasən. Artıq hər şeyi dərk eləməyə başlayırlar. Sonra, məsəl üçün, 4 yaşındakı uşaq üçün bütün itlər sadəcə itdir. Bəli. Bax, bir də onu demədim. İlkin əməldə olan uşaqlar, bax, ilkin əməli burada olan uşaqlar, bax, ilkin əməldə olan uşaqlar elə başa düşürlər ki, məsəl üçün, qulağı ən uzun it böyük itdir, tutalım ki, məsəl üçün, elə başa düşürlər ki, qulağın kəsik bir it görsək, qulağı kəsik bir pişik görsək, elə başa düşəcəklər ki, bütün pişiklərin qulağı kəsikdir, bütün heyvanların qulağı kəsikdir. Və o ilkin əməli mərhələsindədir. Çünki onların təcrübəsi yoxdur da, yəni bilmirlər, həyatdan yəni o qədər də anlayışları yoxdur. Amma konkret əməli mərhələsində artıq elə deyil, itləri cinsinə görə də ayıra bilirlər. Bəli, məsəl üçün 4 yaşlı uşaq, dedik ki, 4 yaşlı uşaq ilkin əməli uşaqdır. İtləri cinsinə görə ayıra bilmir. Amma 8-9 yaşlı uşaqlar artıq iti cinsinə görə ayırt eləyə bilirlər. Məsəl üçün, uşaq əvvəl hesablama zamanı barmaqlarından istifadə edirsə, məsəl üçün, ilkin əməli dedik 7 yaşa qədər uşaqdır da, 7 yaşa qədər uşaq barmaqlarından yavaş-yavaş hesablayır. Çünki məntiqi yoxdur, bax. Sizcə, niyə ilkin, bax, bax, bu mərhələ 7 yaşdan gedir də uşaq məktəbə. Fikir verirsiniz, o uşaqlar barmaqlarla hesablama aparırlar, düzdür? Əksər uşaqlar elədir də. Amma formal, konkret əməlində artıq məntiq var. Çünki beyinlə hesablamağı bacarırlar. Abstrakt düşünüb beyində hesablamağı bacarırlar. Bəli. Sonra gəldik formal əməli mərhələsinə. Formal əməli mərhələsi ən çətin mərhələdir. Niyə görə? Formal əməli mərhələsində artıq uşaq 11-12 yaşlardan başlayır. Yəni 11-12 yaşdan yuxarı tip uşaqlardır. Bəli, yüksək düşüncə tələb edən, qabiliyyət tələb edən uşaqlardır. Artıq buna yetkinlik yaşı da deyə bilərik. Yəni məntiqlə fikirləşin ki, yetkinlik yaşı çatan uşağın düşüncələri də fərqlidir. Təbii ki, həyatı dərk eləyir, anlayır, başa düşür. Yetkinliyə qədər davam edir və özünü hipotetik düşüncənin formalaşması ilə göstərir. Burada əsas məsələ nədir? Bax, diqqətli olun. Ən üst səviyyədir, ən üst mərhələdir. Çünki burada uşaq tam hər şeyi dərk eləyir. Deməli, deyir ki, bu mərhələdə abstrakt konseptlər haqqında düşünməyi, bacarıqlarını inkişaf etdirirlər. Bax, mən sizə nə dedim? Dedim ki, konkret əməli mərhələsində olan uşaqlar abstrakt
düşünə bilmirlər. Bax, hardadır o abstrakt və hipotetik düşünə bilmirlər. Abstrakt nə idi? Hipotetik daha dərin düşünmədir. Araşdırmaq, analiz eləmək. Burada onun yaşı çatmır ona, gücü çatmır. Hipotetik, abstrakt nə idi? Məsəl üçün, gözlə görülməyən, əllə toxunulmayan bir şeylərin var olduğunu bilmək. Konkret ona gücü çatmır. Amma formal əməlidə bəli, artıq abstrakt əlaqələr qura bilirlər. Sonra deduktiv məntiqə əsaslanır. Bax, konkret induktivdir. Formal əməli deduktivdir. Keçəcəyik bunu digər müdavimlərimlə. Amma ödənişsiz məqsədi ilə paylaşdığım bu videonu digər müəllimlər sizlər üçün də induktiv deduktivin ayrıca nə olduğunu izah edəcəm. Məntiqi, sistemli planlamalar edə bilirlər. Çünki artıq 12 yaşdan aşağı uşaq sistemli şəkildə iş görə bilmir. Adi bir işi planlaya bilməz. Həqiqətən eləyə bilməz. Amma 12 yaşdan yuxarı uşaqlar bəli sistemli plan qura bilirlər. Piagetə görə deduktiv məntiq formal əməli mərhələdə vacib əhəmiyyət kimi hesab edilir. Bəli, keçəcəyik. Bu deduktiv düşüncəni sizlərlə izah eləyəcəm bunu da. Deməli, burada deyir ki, əgər uşaqlar əvvəlki mərhələlərdə daha konkret və xüsusi məsələləri barədə düşünürdüsə, bu mərhələ artıq abstrakt konseptlərə əsaslanır. Bayaq dedim, məsəl üçün uşaq fikir, məsəl üçün beynində düşünür, məsəl üçün özündən ideyalar uydurur. Məsəl üçün digər mərhələdə olan uşaqlar ideya qura bilməz. Amma bu mərhələdə olan uşaqlar ideya qura bilərlər həqiqətən. Çünki ideyanın nə olduğunu sırf formal əməli mərhələsi bilir. Digər mərhələlər bunu bilə bilməz. Yaşın gücü çatmaz, belə deyim. Aha, bunu vurğuladıq. Deyir ki, əvvəlki mərhələdə uşaqlar problemi cəhd edərək həll etməyə çalışırdılarsa, yəni cəhd edirdilər, risk götürürdülər. Amma artıq bu mərhələdə olan uşaqlar daha məntiqli, daha sistemli şəkildə problem həll edirlər, çətin tapşırıqlara üstünlük verirlər. Bax, yadınızda saxlayın. Artıq burada uşağın məntiqi daha səmərəli inkişaf edir, daha ətraflıdır, daha uşaq sistemli düşünür. Təbii ki, məntiqin daha level, hətta burada yaradıcı düşünmədə inkişaf edə bilər, yaradıcı. Çünki uşaq ideya, fikir irəli sürə bilər. Hətta tənqidi təfəkkürü də inkişaf edə bilər. Bəli, tək məntiq yox. Çünki məntiq aşağı səviyyəlidir. Məsəl üçün, məntiq konkret əməliyə çox uyğun gəldi. Amma formal əməli daha səviyyəli. Çünki uşaq özündən kreativ düşünə bilər, özündən fikirlər uydura bilər, məsələyə, məsəl üçün, tənqidi yanaşa bilər, sübut, fakt, araşdırma eləyib, məlumat toplaya bilər. Bəli, daha çətindir. Görün, nə qədər bacarıqlar sadaladım. Daha çətin tipli tapşırıqlar, yəni, hazırlaya bilər də. Deyir ki, Piagetə görə bu mərhələyə çatdıqdan sonra uşaqlar deməli provokativ və mübahisəli suallara cavab axtarırlar. Bu nə deməkdir müəllimlər? Provokativ, çətin və düşündürücü, mübahisəli suallardır. Yəni konkret olmayan, yəni əsasını tapmamış suallardır. Bəli, bu artıq çətindir. Araşdırma tələb eləyir, provokativ, dərindən düşünmə tələb eləyir. Bu, belə deyək də, sırf formal əməli mərhələsinə məxsusdur. İndi gəlin burada formal əməli mərhələsinin özünə aid olanlarını, özünə aid bacarıqlarını baxaq. Özündə nələri formalaşdırır? Deyir ki, əyani vəsaitlərdən, əşyalardan, modellərdən istifadə etmək. Baxın, deyir ki, Jean Piaget zehni inkişaf nəzəriyyəsinin təhsildəki tətbiqi təlimini bu inkişaf mərhələlərinə uyğunlaşdırılmalıdır. Yəni, təlimin məzmunu öyrənənin inkişaf səviyyəsinə müvafiq olmalıdır. Yəni, məzmun şagirdin inkişafına uyğun olmalıdır. Yadınızda saxlayın. Həmin, bax, bu söz var, ha. Deyir ki, şagirdə tapşırıq verəndə, məzmunu öyrədəndə onların yaş səviyyələrini nəzərə alın. Bax, mən daha çətin tipli tapşırığı sizcə konkret əməliyə və ya ilkin əməliyə verə bilərəm? Yox, bu uşaqların məntiqi inkişaf eləmir axı. Yəni, uşaqların yaş səviyyəsinə uyğun tapşırıqlar verilməlidir, yaxşımı? Deməli, bax, əyani vəsaitlərdən istifadə etmək olar təlimdə.
əşyalardan istifadə etmək olar, modellərdən istifadə etmək olar. Yəni şagirdlərin həmin bu Piaget'in dediyi fikirlər var idi. Uşaqlara müstəqil öyrənmə yaratmaq, onların səviyyəsinə uyğun tipli tapşırıqlar vermək. Nə etmək lazımdır? Müəllim əyani vəsaitlər göstərə bilər. Məsəl üçün bax, uşağı təcrübəyə apara bilər, praktikaya apara bilər, əşyalardan istifadə edə bilər. Sonra belə deyək də, sonra burada analitik düşünməyə şərait yarada bilər. Yəni bunları bilməyiniz kifayət eləyir. Bəsdir bu qədər. Belə, indi mən sizə müəllimlər induktiv, deduktiv düşünmənin də nə olduğunu ətraflı şəkildə izah eləyəcəm və bu konkret əməllə formal əməl mərhələsini daha ətraflı başa düşəcəksiniz. Belə.